Hər vaxtınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Economics'in axşam buraxılışı efirdədir. Bu ilin 9 ay ərzində Azərbaycanda əsas kapitala yatırılan sərmayə 4 milyard manata yaxın olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən qeyri-neft sektoruna sərf edilən vəsaitin həcmi 16,4% artaraq 8 milyard manata çatıb. Vəsaitin 14%-i qeyri-neft sənayesinin inkişafına yönəldilib. Bu sektora ayrılan pulun 81%-i dövlət vəsaiti hesabına reallaşdırılıb. Bakı Fond Birjası listing məsləhət proqramının icrasına başlayıb. Proqram çərçivəsində kapital bazarından maliyyələşmə istəyən şirkətlərə Fond Birjasının, habelə brokerlərin, auditorların, hüquq şirkətlərinin dəstəyi nəzərdə tutulur. Birjadan verilən məlumata görə proqramın icrası uğurla aparılır. Bir sıra şirkətlər var ki, onlar əslində fond birjasından maliyyələşməyə hazır olsalar belə, özləri hələ bu barədə yetərli məlumata və peşəkar hazırlığa malik deyil. Bu baxımdan bizim məqsədimiz həmin şirkətlərə məlumatlar çatdırmaq, onları bu fond bazarından maliyyələşməyə hazırlamaqdır. Yəni, listing məsləhət proqramının mahiyyət etibarilə qısaca buna əhatə edir. Bizim burada peşəkar partnerlər şəbəkəmiz var. Həm beynəlxalq səviyyədə tanınmış audit şirkətləri, hüquq şirkətləri, investorlarla, sərmayədarlarla münasibətləri idarə olunmasını dəstək verən peşəkar ictimaiyyətlə əlaqələr şirkətləri və habelə bizim broker şirkətləri. Bu kimi partnerlər şəbəkəsi ilə biz Azərbaycan şirkətlərinə fond bazarlarından maliyyələşmə imkanlarını listing məsləhət proqramı vasitəsilə təqdim etməyə planlayırıq. Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi bildirib ki, banklar gələn ilin əvvəlindən stres testdən keçməlidirlər. Əks halda bu bankların iflas prosedurları barədə qərarlar veriləcək. Avropa Mərkəzi Bankı noyabr ayında bankları 3 mərhələli yoxlama prosesindən keçirəcək. İlk mərhələdə bank balansları üçün əsas risklərin dəyərləndirilməsi nəzərdən keçiriləcək. Burada əsas diqqət likvidlik və borc vəsaitlərinə ayrılacaq. İkinci mərhələdə bank aktivlərinin keyfiyyəti dəyərləndiriləcək. Son mərhələdə isə stres testin keçirilməsi nəzərdə tutulur. Bu zaman kapitalın adekvatlıq əmsalı 8%-dən aşağı düşməməlidir. Əgər bank iflas olubsa, elə də qəbul edilməlidir. Uğursuzluqdan qaçmaq mümkün deyilsə, onda o baş verəcək. Biz hesab edirik ki, belə yoxlamaların aparılması özəl sektorun etibarını daha da gücləndirəcək. Bununla da balansların keyfiyyəti və Avropa banklarında sabitlik yaranacaq. Bu ərəfədə o da məlum oldu ki, Avropa Mərkəzi Bankı iri bankları birinci səviyyəli kapitalın adekvatlıq əmsalını 8%-ə qədər artırmağa vadar edir. Qeyd edək ki, bu göstərici Bazel Komitəsinin iri bankları üçün təyin etdiyi 9%lik göstəricidən də aşağıdır. İspanya, cari ilin 3-cü rübünün yekununa əsasən 2 illik tənəzzüldən xilas olub. Ekspertlər hesab edirlər ki, bu nəticə iqtisadi dirçəlişə və işsizliyin aradan qaldırılmasına yardım edəcək. İspanya Bankının hesabatına görə ölkənin ümumi daxili məhsul istehsalı 2-ci rüblə müqayisədə 0,1% artım göstərib. Daxili tələbası 0,3% azalıb. İxrac həcmindəki 0,4% artıb bu azalmanı kompensasiya edib. Bununla da demək olar ki, İspanya 2008-ci ildə başlanan tənəzzül dövründən çıxıb. Artıq xarici investorların milli səhmdə istiqraz bazarlarına geri qayıtmaları da müşahidə olunur. Baş nazir Mariano Rajoy bəzi məqamlara da toxunub. Hazırki vəziyyətdə ölkə iqtisadiyyatının inkişafı ixrac dinamikasından birbaşa asılıdır. Hökumət səviyyəsində tətbiq etdiyimiz sərt tədbirlər daxili tələbatı sabit saxlamağa yardım edir. 2016-cı ilə qədər büdcə kəsirini ümumdaxili məhsulun 3%-nə qədər çatdırmalıyıq. Buna baxmayaraq, hökumətin borc yükünün azaltması vacib şərtlərdən hesab olunur. Gələn il dövlət borcu müdaxili məhsulun 100% qədər olacaq. Ölkənin 56% gəncini işlə təmin etmək də təxirə salınmaz tədbirlərdəndir. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən 2018-ci ilə qədər İspaniyada işsizlik səviyyəsi 25%-dən artıq olacaq. Digər Avropa ölkəsi Yunanistanda isə vəziyyət düzəlməyi bilmir. Maliyyə böhranı və sərt iqtisadi tədbirlər Yunanlara ciddi zərər vurur. Ölkənin statistika idarəsindən verilən məlumata görə inflyasiya səbəbindən son 5 ildə Yunanistan əhalisinin 40%-i yoxsullaşıb. Təkcə bir il ərzində Yunan ailələrinin gəlirləri 10%-ə qədər azalıb. Əmək haqları 2-ci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 14%, sosial təminatlar isə 12% aşağı düşüb.
Son 3 ildə həyata keçirilən antiböhran tədbirləri Yunan iqtisadiyyatı üçün böyük struktur şokuna səbəb oldu. İqtisadiyyata sosial yükləmələr artıb, işsizlik səviyyəsi yüksəlib və indiki halda heç kim deyə bilməz ki, vəziyyət nə zaman düzələcək. Amerikanın Chevron şirkətinə qarşı Ekvadorun qaldırdığı iddianın Haqa Beynəlxalq Arbitraj Məhkəməsində təmin olunmaması ölkə üçün iflas deməkdir. Bu sözləri Ekvadorun Xarici İşlər Naziri Ricardo Patino bildirib. Ekvador məhkəməsinin bundan əvvəl çıxardığı qərara əsasən Amazonka cəngəlliklərinin çirkləndirilməsinə görə 19 milyard dolar cərimə ödənməlidir. Şirkətlər bütün ittihamları rədd edərək Ekvadorda keçirilən məhkəmə prosesini qeyri-qanuni və fırıldaqçı adlandırıb. Qeydək ki, sözü gedən cərimə məbləği Ekvadorun ümumdaxili məhsulunun 20% qədərdir və 19 milyard dollarlıq ödəniş ixrac gəlirləri üçün xərclərin qarşılanmasına yönəldiləcəkdir. Hazırda Chevron Ekvadorda heç bir aktivi olmadığı halda iddiaçılar cəriməni şirkətin digər ölkələrdəki aktivləri hesabına ödənməsini tələb edirlər. Fransanın Total şirkəti Argentinanın cənubunda yerləşən Odlu Torpaq adasında yeni təbii qaz hasilatına başlayacaq. Şirkət rəhbərinin verdiyi məlumata görə bunun üçün 1,2 milyard dollar sərmayə yatırılacaq. Şirkətimiz yanacağın hasilatına 2015-ci ilin ikinci yarısında başlayacaq. İlkin mərhələdə sutkalıq hasilat 6 milyon kubmetre olacaq. Daha sonra bu rəqəmi 10 milyon kubmetre çatdırmağı planlaşdırılır. Qazın nəqli üçün qitəyə 77 kilometrlik boru xətti çəkiləcək. Yeni layihəyə əsasən Argentina yanacaq idxalı üçün çəkdiyi xərclərə 1,6 milyard dollar qənaət edəcək. Layihədə bizimlə yanaşı Almaniyanın Wintershall Energetika konserni və Anglo-Argentina Pan-Amerikan enerji şirkətləri də pay sahibidirlər. Çin və Qazaxıstan şirkətləri Zimbabvedə platin istismarına başlamağı planlaşdırırlar. Anglo-Amerikan Platinum və Impala Platinum'a məxsus şaxtalar artıq Çin və Qazaxıstan şirkətlərinə satılıb. Məlumatı bildirək ki, 2014-cü ilin 1-ci ilində platin istismarını Zimbabve'nin Zimbabwe Mining Development Corporation, Qazaxıstanın Eurasian Resources Corporation və Çinin Norinco International Corporation şirkətləri həyata keçirəcək. Hazırda platinin hasilatı üzrə şar 75%, Rusiya 13%, Zimbabwe isə 5%-lə 3-cü yerdədir. Asiya, Sakit Okean regionunun fond indekslərində ticarət azalmağa doğru gedir. Asiya səhmdarları Birləşmiş Ştatların Çinə olan borclarının artmasından ehtiyat edirlər. Regionun MSCI Asia Pacific fond indeksi ticarətin ilk mərhələsində 0,2% enib və 142,42 bənd olub. Çinin metal və fond bazarlarında isə mənfi reputasiya ərəfəsində indikatorlar 0,8%-ə qədər eniş nümayiş etdiriblər. Rusiyanın Gazprom şirkəti təbii qazın qiymətini Federal Tarif Xidmətinin təyin etdiyi minimum həddən aşağı sala bilər. Bu addıma baxmayaraq Gazprom iri sənaye istehlakçıları hesabına müstəqil şirkətlərlə rəqabət apara biləcək. Bu zaman həm də minimal endirimlər güclü dempinqin aparılmasının qarşısını alacaq. İlk dəfə bu rəqəmi 30% elan etsələr də indi 20%-dən yüksək bir rəqəmi heç kim bildirmir. Hətta daha ehtiyatlı 5-10% barədə müzakirələr gedir. Gazproma endirim barədə icazə verilməsindən sonra makroiqtisadi nəticələr hələ ki qeyri-müəyyəndir. Onu da bildirim ki, istehlakçılara ucuz qaz təchizatı nöqteyi nəzərindən müstəqil istehsalçıları itirmək riskimiz var. Müstəqil istehsalçılar üçün qiymət tənzimlənməsi yoxdur. Lakin Gazprom endirim etdiyi təqdirdə rəqiblərin daha yaxşı təklif irəli sürməsi, qiymətləri aşağı salması şərtdir. Bu da istehsalçıların gəlirlərinin azalması deməkdir. Yaponiyanın Panasonic şirkəti işçilərinin 50%-ni ixtisar etməyə hazırlaşır. Bu barədə Bangkok Post şirkətə yaxın mənbələrə istinadən məlumat verib. Təqribən 7000 işçinin ixtisarına 2014-cü ildən başlanacaq. İflasla mübarizə tədbirləri çərçivəsində Yaponiya xaricindəki zavodların bir hissəsi də satışa çıxarılacaq. İxtisarların əksəriyyəti xaricdəki nümayəndəliklərə şamil olunacaq. Qeyd ki, Panasonic beynəlxalq arenada sərt rəqabət mühitinə tab gətirmək üçün iri həcmdə vəsait qurur. Hətta Yaponiyada tələbatın az olması səbəbilə smartfon bazarından da çıxmağa qərar vermişdi. Bundan başqa, oktyabrın əvvəlində məlum oldu ki, mart ayından etibarən şirkət televizorlar üçün plazma panelinin istehsalını da tamamilə dayandıracaq.
Birləşmiş Ştatlarda növbəti dəfə neft və neft məhsulları ehtiyatları ilə bağlı həftəlik hesabat açıqlanıb. Ölkənin Energetika Nazirliyindən verilən məlumata görə benzin ehtiyatları 1,8 milyon barel azalaraq 215,5 milyon olub. Distillat ehtiyatları isə 1,5 milyon barel artaraq 125,8 milyon barel təşkil edib. Baxmayaraq ki, analitiklər bu ehtiyat növündə 1,8 milyon barellik azalma proqnozlaşdırırdılar. Neft ehtiyatları isə 5,3 milyon barel artaraq 380 milyon barel təşkil edib. Burada da analitiklərin 3 milyon barellik artım proqnozu doğru çıxmayıb. Neft bazarından qiymət artımı davam edir. London birjasında hər raca çıxarılan Brent markalı neftin qiyməti 0,3% artıb və hazırda bir bareli 107 dolar 63 sent təşkil edir. New York MT birjasında satılan light neftinin qiyməti isə 0,1% yüksəlib. İndi bu markadan olan qara qızıl 97 dolar 12 sentə satılır. Dünya fond bazarları müsbət dinamika qeyd etdiriblər. Amerika iqtisadiyyatının əsas indikatorları Dow Jones, S&P 500 və Nasdaq 100 dəyərlərini təxminən 0,3% artırıb. Avropanın fond bazarlarında qiymət artımı da müşahidə olunur. Almaniyanın DAX indeksi 0,5, Böyük Britaniyanın FTSE 100'ü 0,35% bahalaşıb. Bütçə 225'də dəyərini 1%'e yaxın artıra bilib. Qızıl qiymətini artırmaqda davam edir. Hər unsiyası 0,123% bahalaşan bu metalın qiyməti indi 1336 dollardır. Gümüş dəyərini 0,53% artırıb. Onun qiyməti hazırda 22 dolar 66 sentə təklif edilir. Platin 0,6% bahalaşıb. Palladium və misin qiymətində isə eniş müşahidə olunub. Alüminiumun qiymətində isə dəyişiklik qeydə alınmayıb. Avro doların məzənnəsi 1,3808'dir. Dolar yen 97,35'e enib. Funt sterling dollar isə 1,6171 səviyyəsindədir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dolar 78 qəpik yarım, avro 1 manat 8 qəpik, Rusiya rublu 2 qəpik yarım, Türk lirası isə 40 qəpik. Bu qədər günün əsas iqtisadi yeniliklərini təqdim etdik. Sağlıqla qalın.